Bayram günləri yaxınlaşdıqca market və bazarlarda alıcıların sayı artır. Bu isə bəzi məhsulların qiymətində bahalaşmaya səbəb olur. Xüsusilə ət, şirniyyat məhsulları, quru meyvələr, çərəzlər və tərəvəzlərdə qiymət artımı daha çox müşahidə edilir. Satıcılar qiymət artımının tələbatının yüksəlməsi və məhsulun tədarük xərclərinin artması ilə əlaqələndirir. Alıcılar isə bayram süfrəsi üçün alış-verişin əvvəlki illərlə müqayisədə daha baha başa gəldiyini bildirirlər. Aldığımız pul markete gedəndə heç nə qalmır. Gəlir səviyyəsi aşağı olanlar üçün əlbəttə ki, yüksəkdir. Qaldırıb qoyublar hamısı dağın başına. Heç razılıq yoxdur, heç nəzarət də yoxdur. Bir də adam nəzarət eləmir. Vallahi başına buraxıblar. Kim nə istəyir onu eləyir. Mən o qədər dəqiq məlumatlı deyiləm qiymət artımı ilə. Ancaq ki, ümumiyyətlə eşidirəm ki, şikayətlər var ki, qiymətlər xırda-xırda 10 qəpik, 15 qəpik günbəgün artır. Heç büdcəmizə uyğun gəlmir. Elə qiymətlər var eləyir, elə qiymətlər var eləmir. Mən almıram, arvad eləyir bazarda, ona görə bilmirəm mən.